Salam yoldaşlar, hər kəsi yenidən xoş gördük. 21 nömrəli standartla 5-ci mövzumuzdayıq. 4 mövzunu arxada qoymuşuq. Bu mövzu da maraqlı bir mövzudur və bu mövzudan sonra artıq mövzunun ən maraqlı hissəsinə keçəcəyik. Həmin hissədə biz pul vəsaitinin hərəkəti hesabatında məzənnə fərqi necə göstərilməlidir? Çünki bu çox zaman qarışdırılan bir məsələdir və məzənnə fərqini bəzən hesabatda göstərib göstərməmək çaşqınlıq yaradır. Ona görə mənfəət zərər hesabatında asandır. Mənfəət zərər hesabatında məzənnə fərqindən gəlir və ya zərər varsa göstərəcək. Amma pul vəsaitində o necə olacaq, o biraz qarışıqdır. Ona görə də 5-ci mövzudan sonra geniş bir, bu artıq bir dərsə sığışmayacaq, geniş mövzularımız olacaq. Amma o mövzuya keçməzdən əvvəl bu qısa mövzunu izah etməkdə fayda var. Mövzu nədir? Mövzu müqavilə aktivi, bir də müştəridən alınmış avansın uçotudur. Daha doğrusu bu əməliyyatlar zamanı məzənnə fərqinin uçotudur. Əvvəlcə müqavilə aktivinin və alınmış avansın qısa mahiyyətinə baxaq. Deməli, müqavilə aktivi nədir dostlar? Müqavilə aktivi, İngiliscə buna contract asset deyirlər və IFRS 15 standartında gəlirlərin tanınması zamanı bu termindən çox istifadə edirik. Müqavilə aktivi iş və ya xidmət göstərilib, amma qarşı tərəfə forma 2, yəni görülmüş işin təsdiqini göstərən sənəd və onun forma 2-yə uyğun olaraq qaymə və ya invoice kəsilməyib. Yəni ortada bir sənəd yoxdur. Tikinti işində xüsusən bu problem yaradan məsələlərdən biridir. Faktiki olaraq sahədə biz iş görmüşük. Yəni burada iş görülüb. Bu işə görə biz faktiki xərc çəkmişik və proqram təminatında bir xərcimiz var və bu artıq baş verib, deyək ki 100 manat. Amma şirkətlər forma 2-ni hazırlanmadıqları üçün, çünki forma 2 deyək ki 40 gündən bir hazırlanırsa xüsusən tikintidə, amma noyabr ayının deyək ki sonudur indi. Noyabrda faktiki xərclər var, iş də görmüşük sahədə, amma forma 2-ni deyək ki dekabrın 15-i kəsəcək. Və şirkətlər nə edir? Gəlir hissəsində bura heç bir şey tanımır. Düşür bura 0. Belə olan halda artıq hesabatda problem yaranır. Ona görə müqavilə aktivi deyə bir termin var. Müqavilə aktivi nədir? Sənəd olmasa belə iş faktiki reallaşıbsa, ona uyğun gəlir tanımaq lazımdır. Bu adlanır müqavilə aktivi. Müqavilə aktivi bir növ debitor borcdur, sadəcə olaraq ortada sənəd yoxdur. Təbii ki, debitor borc kimi dəqiq rəqəm olmayacaq. Ola bilsin iş görmüşəm, mən düşünürəm ki, bir 200 manatlıq iş görmüşəm, amma bəlkə də sifarişçi ilə bu razılaşsa, sifarişçi ilə bir yerdə ölsə, bu 190 olacaq. Amma böyük bir fərq olmayacaq. Bir dənə debitor borcdan fərq odur ki, bu rəqəm 100-ə 100 doğru deyil. Məsələ ondan ibarət. Amma bir var heç nə tanımayasan 0, bir də var 200 tanıyasan, sonra bu 190 ola və s. Qısacası müqavilə aktivi bir uçot baxımından önəmli məsələdir və bugün audit şirkətləri uzun müddətli müqavilələrdən çox ortaya çıxır. Onları təhlil edəndə bu gəlirlərin tanınmasında mütləq müqavilə aktivinin uçotu olur. Və uçot necə olur? Debetdə olacaq. İndi göstərəcək bunu. Onda uçotu verməyə qalsın. Deməli, müqavilə aktivi debitor borca oxşadığına görə, deməli, bu monetar xarakterlidir. Çünki debitor borcda nə demişdik? Heç bir iş görmədən sadəcə pulun gəlməsi üçün zamanı gözləyirik. Monetar bu da elədir, müqavilə aktivi. Əslində işi tamamlamışıq, bir dənə sənəd göndərəcək və o pula çevriləcək. Ona görə bu monetar aktivdir. Monetar, bura yazıram. Bəs alınmış avans nədir? Müştəri bizə əvvəlcədən pul verir. Buna ingiliscə advance receive deyirik, alınmış avans və ya qazanılmamış gəlir, unearned revenue və ya təxirə salınmış gəlir, deferred revenue. Yəni hələ təxirə salınıb, bizim gəlir deyil və ya qazanılmamış gəlirdir və ya alınmış avans. İngiliscə bu üç termində istifadə olunur. Burada mahiyyət nədir? Biz müştəridən pul almışıq, qarşılığında nə verəcək? Pul qaytaracaq? Xeyr, mal, iş və ya xidmət. Deməli, onda bu nədir? Bu qeyri-monetardır.
qeyri-monetar. Bunları niyə ayırırdıq dostlar? Bunları ona görə ayırırdıq ki, məzənnə fərqində bir ilk dəfə uçota alınanda onsuz da əməliyyatın baş verdiyi tarixdəki məzənnə ilə uçota alınır. Hər ikisində belədir. Amma sonradan baş verən məzənnə dəyişiklikləri qeyri-monetar aktiv öhdəliyə heç bir halda təsir eləmir. Monetar aktivə isə mütləq təsir eləyəcək. Ona görə bu iki ayrımı elədik ki, biz bunun birincinin monetar olduğunu bilək, ikincinin qeyri-monetar, birincidə məzənnə dəyişmələrini mütləq nəzərə almalıyıq. İndi gəlin hər birindən bağlı misal görsədək. Bu misallar da 2-ci cild IFRS gözlüyü kitabımdandır və buradan da görürsünüz 497-ci səhifədən götürmüşəm. Deməli, baxaq misal nədir? Misalın şərtini oxuyaq. Deməli, Panda şirkəti gəmi istehsalı və satışı ilə məşğuldur. Gəmi istehsalı uzun müddətli olduğundan buradakı gəlirin tanınması IFRS 15-ə görə zaman periodu ərzində tanınır. Revenue over time. IFRS 15 standartı mövzusunda biz bunu izah eləmişik. Gəlirlərin tanınmasının zamana görə iki növü var. Var hissə müddət ərzində gəlir tanıma, over time deyirik. Bir də var at the point in time. Konkret zaman anında bu uzun müddətli müqavilələrə aid olmayan bir şeydir. Yəni konkret müştəriyə mal verdim, gəlir tanı. Bu bir dəfəyə, bir anlıq olan bir şeydir. Bir də var hissə iş götürmüşəm, hər 12 ay burada işləyəcəm. Bu gəlirin müddət ərzində tanınmasıdır. Və bu da gəmi istehsalda uzun müddətli müqavilə olduğu üçün hər dəfə iş gördükcə, qarşı tərəfə müəyyən işi təhvil verdikcə gəlir tanıya bilirəm. Deməli, 1 noyabr tarixində işə başlamışıq və noyabr ayının sonunda gördüyüm işə görə 1 aylıq, deməli, 700 min yuan, Çin yuanı məbləğində müqavilə aktivi tanıyırsınız. Yəni mənim 30 noyabr tarixində işi qarşı tərəfə bir hissəsini verdiyimə görə 700 min yuan, Çin yuanı. Çünki müştərim Çinlidir. Ona görə gördüyüm işi ondan yuanla bağlamışam. Ona görə 700 min yuan. Amma bizim Amerikan şirkəti olduğumuza görə hesabatları dollarla hazırlayırıq. Deyir ki, 30 noyabr 2023 tarixində, hansı ki gəlir artıq tanıya bilərəm, iş görmüşəm, təhvil vermişəm. 1 yuan 0.1421 USD-dir. Bunun da dollar ekvivalenti 99.420. Gəlin yoxlayaq, görək eləyir mi? 700 min vurulsun 0.1421. Sıfırın birini yazmadım. 700 min. 2 dənə sıfır. 99.470. Deməli, bunu yazandan sonra nə baş verəcək? Bunu yazandan sonra 30 noyabr tarixindəki müxabirləşməyə baxaq. Debet olacaq. Müqavilə aktivi, contract asset. Təəssüflər olsun ki, bizim milli hesablar planında belə bir hesab yoxdur. Müqavilə aktivi deyə termin yoxdur. Ona görə bu debitora oxşadığına görə biz bunu 217 nömrəli digər debitor hesablarda müqavilə aktivi adlandırıb hesab aça bilərik. Və olacaq 99.470. Kredit hissədə nə olacaq? Satış gəliri 601 gəlir. 99.470. Bir daha xatırladıram dostlar, bunu dəfələrlə demişəm. Bu valyutanın orijinalı da mütləq proqram təminatında bu xananın altında hər ikisində təbii ki olacaq müxabiləşməni. Yəni görünməlidir hansı valyuta ilə də orijinalı. Deməli bu 30 noyabrda. İndi il bağlanır, təbii növbəti ilə keçirik və 31 dekabr tarixində rəhbərlik deyir ki, bizə hesabat verin. İndi mən müqavilə aktivini 99.470 kimi saxlamalıyam rəhbərliyə 31 dekabrda. Buraya yazıram 31 dekabr. Yoxsa mən bunun yeni məzənnəsinə baxmalıyam ki, yuanın dollara qarşı məzənnəsi nədir? Bu monetar aktiv olduğuna görə bəli baxmalıyam. 31 dekabr tarixində kurs 0.145 olub.
Ona görə mənim 700 min alacağım artıq yeni məzənlə ilə 0, 1, 45 olub deməli nə qədər? 0, 1, 45 eləyir 101.500. 101.500 o deməkdir ki, mənim daha çox alacağım var. 101.500-dən 99.470-i çıxaq. 2030 dollar deməli mənim bu alacağım artıb. Ona görə debet hissədə müqavilə aktivi contract asset 2030 tanıyıram. Kredit tərəfdə nə tanıyacağam dostlar? Məzənnə gəliri. Məzənnə gəliri. Məzənnə üzrə gəlir. 2030. Bu da mənfəət zərər haqqında hesabatda mütləq öz əksini tapmalıdır. Bu hissə belə dostlar. İndi gəlin müqavilə aktivi hissəsini bitirdik. İndi gəlin öhdəlik məsələsinə, alınmış avansa baxaq. Bu da yenə kitabdandır. Deməli, eyni gəmi tikintisi nümunəsini bu dəfə deyir, tərsinə düşünək. Müştəri əvvəlcədən 700 min yuan məbləğində ödəniş edir və bu sizdə müqavilə öhdəliyi və ya qazanılmamış gəlir yaradır. Ödəniş edildiyi tarixdə 1 noyabr 2023-də məzənnə bu qədərdir. Dollar ekvivalent eləyir 95.760. Bunun çoxu necə olacaq dostlar? Elə burada yazmışam. Baxaq. Debetdə bizə pul gəlir 95.760 dollar. Bu kitabdakı olduğu kimi saxlamışam. İzahı da görəsiniz ki, kitab necə yazılıb. Həm hesablar planı görsənir, həm hesabın Azərbaycan adı, həm də onun ingilis adı. Yəni bütün strukturu bu şəkildə qurmuşuq. Kredit tərəfdə bu bizim alınmış avansımızdır. Bunu 543 nömrəli hesabda da göstərə bilərsiniz. Amma mən bunu 542 nömrəli, çünki bu qazanılmamış gəlirdi. Gələcək hesabat dövrünün gəlirdi. Hissə gəlirlə tanınacaq deyə mən bunu 542-də tanımışam. 543-də adətən nələr tanınır? Elə bir avanslardır ki, bu mala uzun müddətli işə görə deyil. Bu qısa müddətli müqavilələrdə formalaşır. Deməli, gələcək hesabat dövrünün gəliri ingiliscə deferred revenue və ya unearned revenue 95.760 bunu yazdıq. İndi bu 1 noyabrda verilən müqaviləşmə. 1 noyabrda bunu yazandan sonra indi 31 dekabr tarixində rəhbərlik məndən hesabat istəyir. Rəhbərlik məndən hesabat istəyəndə nə baş verəcək? Gəlin ikisinə də baxaq dostlar. Rəhbərlik məndən hesabat istəyəndə bu 700 min yuan mənim bank hesabımda var. Gəlin ikisinə də baxaq. Deyək ki, heç nə xərcləməmişəm. Bu pul məndə qalıb. Əgər bank hesabımda bunu dollara artıq çevirmişəmsə heç nə. 95.760 elə dollar olaraq hesabımdadır. Dəyişməmişəmsə. Yəni dəyişmişəmsə, konvertasiya eləmişəmsə alış tarixində. Yox, əgər bunu 700 min yuan kimi saxlamışamsa hesabda. Aha, biz nə dedik? Pul vəsaiti monetar aktivdir. Ona görə bu 700 mini il sonundakı məzənnə ilə yenidən hesablayıb nə yazacaqdıq? Deyək ki, hesabladıq. İndi 700 min 95.760 yox, 96 mindir. Yəni arada mən pulu saxladığıma görə 240 dollar qabağa düşürəm. Ona görə debetdə olacaq pulu artıracam 223 nömrəli bank hesabını artıracam 240 dollar USD kimi. Kreditdə deməli məzənnə gəliri tanıyacam. Məzənnə gəliri 240. Bunu əslində mövzumuz bu deyil. Sadəcə bir daha xatırlatmaq üçün göstərdim ki, bank hesabı monetar aktiv olduğuna görə mütləq il sonu, əgər valyuta ilə qalıbsa pul, mütləq il sonu məzənnəyə baxmalısınız. İndi bəs il sonunda bu öhdəlik hissə var. Aldığım pul, avans. Bunu il sonu məzənnə ilə çevirməliyəmmi? Qəti ola bilməz. Çünki bu qeyri-monetar öhdəlikdir. Biz nə demişdik? Bunun qarşılığında mal və ya xidmət verməliyik. Ona görə, baxın, burada da yazmışam. Hesabat tarixi 31 dekabr 2023. Yenidən qiymətləndirilmə aparılmır. Söhbət gedir, deməli, alınmış avansdan. Çünki bu qeyri-monetar öhdəlikdir. 1 fevral 2024-də indi gəmini təhvil veririk.
O birisi il 2024. Yəni gəliri artıq tanıya bilərik. Təhvil tarixində məzənnə nə olur? 1 yuan 0149 olur. İndi gəlin baxaq. Deməli, biz dedik ki, burada artıq bunu dəyişmədiyimiz üçün bu hissəni il sonunda 31 dekabrda elə ilin həmin tarixdə nə vaxt ki bizə pul gəlib, o tarixdə məzənnə nədirsə, o da qalır. Və işi təhvil verən tarixdə nə baş verəcək? İşi təhvil verəndə bu artıq həmin bu hissə artıq gəlirə çevrilir. Debetdə 542 nömrəli hesabı bağlayıram. Baxın, heç bir məzənnə dəyişmədi. Nədirsə odur. 95760 və bunu artıq nə edə bilərəm? Gəlirə çevirə bilərəm. 601 nömrəli hesaba 95760 yazılacaq. İndi gələk, bu pul aldım, bu çevrildi. Amma deyir ki, bundan əlavə də işi təhvil verəndən sonra hələ 6.300.000 alacağımız var. Yuan. Həmin tarixdə kurs 0,149'dur. Bunun da dollar ekvivalenti 938.700 dollardır. Deməli, nə edəcəm? Artıq məndə debetdə. Bu artıq işi təhvil verdiyimə görə bu müqavilə aktiv olmayacaq. Çünki artıq qayməsini, forma 2-sini, invoice-ını göndərmişəm. Debetdə olacaq 211 debitor borc, 938.700 dollar. Kreditdə olacaq gəlir. Vəssalam, bununla da işimiz bitir. İndi gəlim, işimiz bitir, amma bir məsələni deyim dostlar. Əgər ilin sonu bu 2024-də baş verir. İndi 2024-ün dekabr ayının 31-i olsa, 31 dekabr. Bu debitor borc, biz bilirik ki, monetar aktivdir. Əgər bizə hələ pulu verməyiblərsə, pulu almamışıqsa, nə qədər alacağım var? 6300 yuan. Bu tarixdə 938.000 idi. İndi yenə də 6300 yuan olaraq o şəxsdən almalıyam, satdığım, iş gördüyüm adamdan. Əgər ilin sonunda məzənnə dəyişibsə, mütləq məzənnə fərqi hesablamalısınız. Və onun da uçotunu bilirsiniz. Əgər deyək ki, indi məzənnə oldu 938.700 idi, oldu 940.000, yəni 1300 qazanc götürmüşəm. Debetdə olacaq 211 nömrəli debitoru artıracam 1300. Kreditdə olacaq yenə məzənnə üzrə gəlir. Məzənnə gəliri 1300. Və bu mənfəət zərərə düşəcək. Belə dostlar, ümid edirəm aydındır. Növbəti və çox maraqlı hissələrdə görüşənə qədər.